Salam dostlar. Biz burada bu kətdədir həqiqət. Bir gecədə bu xoruzlarla, toyuqlarla yaşadıq. Çox səfalı yerdir. Filipin məmləkətində bir dənə kətdir burada, həqiqət cəzirə yanı demək olar. El Nido adında. Bir dənə cəzirədir, böyük cəzirədir. Gözəl rudxanələr var, belə dağdaşlar var, hər yan sərsəbz. Belə də ev eşiklər var ki, keyfiyyət ev eşiklər məmləkətə görə də, yəni çox aşağıdır. Çünki bunlar çox kasıbdırlar, həqiqət. Bəli, vaqən görməli bir yerdir, belə baxsaz, yəni dağlar, belə gözəl sərsəb yerlər. Təbii bu xoruzlar da ki, bir cəhətdən yaxşı oldu, bir cəhətdən də qoymadı. Gecə səhəri biz yaxşı yataq. Yəni fövqəladə gözəldir. Yəni bu oteldə biz otel ki, nə deyim, belə bir yerdə biz gecəni qaldıq. Mən çox razıyam. Amma keyfiyyəti ev, keyfiyyəti məsələn hotel deyəsən, yəni bu yaşam burada, yəni bu halətdə. Burada məsələn bir itdə yaşayır. Hər tərəfi beləsidir yəni. Bu bizim yəni dən həqiqət otelimizdir. Burada otururduq, oturma yerləridir. O pillələrdən aşağıya gedilir. Aşpazxana tərəfinə, evin eşik tərəfindən. Bunlar da aşağıdakı millətləri görürsünüz, onlarda bütün insanlar yaşayır, görürsünüz. Keçəl var. Çox gözəl sərsəbz. Bəli, dediyim kimi kasıbdırlar. Bəli, təmiz, hər halacan imkanı var, təmiz saxlayırlar. Məsələn, ev sahibi burada işdə başmaqlarını çıxardırsan, yəni. Ev sahibi burada hər ləhsə səhərdən mən yəni 1 saatin içində 3 dəfə mərməri deyərdik biz. Mərməri ilə təmizləyib. Otaqlar da budur. Məsələn, mənim otağım budur. Pəncə vardı. O air condition yəni ki deyərlər, air condition yoxdur. Pəncə ilə də pəncə var. Çox bir dənə belə basic, ibtidai bir ev. Da komodi, da var vəsaitimiz bizim. Tərkib üzrüsü təmiz veriliblər. Bura rahrodur. Neçə dənə otaqlar belə bəğəldən belə var. Bu da bir məsələ otaqdır. Həmən keyfiyyətdə, hamısı bir. Əzbəs ki, balaca da olsa, biraz çətin yerdə də olsa, bəli, buranın da bir calibiyyəti vardır ki, der həqiqət o insanlar ki, vaqən Filipinin insanları yaşayır, yəni zindəcanlıq Filipində necədir? Bu vaqeların zindəcanlıqlarıdır. Ev eşiklər burada bu modeldir. Burada aşpazxanadır, yəni çox ibtidai. Kəpsul qazınandır, bu da qazıdır, çaydan o. Burada zərf şuyu, çox ibtidai bir vəsaitlər. Məsələn, su burada çox mühümdür, təbii sudur. Xanım da deyir ki, qarına zada çox yaxşıdır ki, başardıqca içi. 2 daha da hamam var, 2 daha da tuvalet var. Hamam tuvaleti də bu halətdədir və suyu çox zəif, yəni. Bu da səxfi məsələ. Ola bilər şimalda məsələ belə bir evlər var. Tuvaletlər, zatlar belə təmizdir. Bəli, suyun keyfiyyəti zadı biraz aşağıdır. Az gəlir su. Məsələn, buradan baxanda
Məsələn, budur damları zaten hər yan ağaçdır, yarpaqlar tökülüb belə görsənir. İstədim bir sizə də buranın yaşayışını belə bir göstərəm. Sağ olasınız. Elə. Bizim oneri otelin sahibidir xanım. Gözəl buranı təmizləyir. Sahibidir der həqiqət. Kabugao. Bu kəndin də adı Kabugao. Bəli, kəndin adı Kabugao'dur. Bu cəzirədə Ernido adında cəzirətdir ki bura. Bu kəndin adı, məhəllənin adı Kabugao'dur. Yolları yəni beləsi bir şeydir, baxın. Yəni biraz çox zor bir yerdir. Belə yaşam bücürsüdür. Yəni bu körpü ilə körpüdür. Necə bir taxtalar görürsünüz. Sınıqsa bu halətdə o qədər də ta hududu təmiz saxlayırlar bəli. Demək də olar ki, bəli, biraz da belə zordur. Təmizliyi o qədər də yaxşıdır. Libasların məsələn bu halətdə yuyurlar. Qədim bizlər təşdə yuvardıq. Eyni o halətdə məsələn fərzən. Magandang umaga. Magandang umaga. Görürsünüz burada paltarları ki yuyurlar. Buradan da su çəkirlər. Suyu da buradan quyudan çəkirlər. Yuyurlar beləsi də gedir. Çox mənzərəli, qədimi bir halətdə. Dediğim kimi çünki kasıbdılar. Bu cürdür yaşamlar. Bu ev eşiklər, bu küçə bazarlar. Tükan bazarıdır bu halətdə. Meyvələri, zatları belə. Çox maraq, çox mehriban, çox gözəl. Baxın məsələn uşağa. Milləti çox mehriban. Yəni adres soruşasan, bir şey eləyəsən, çox fौरən tez sənə cavab verirlər. Məsələn, dünən mən gələndə bura biraz çətindir tapması. Elə adım bir qolay deməmiş, millətlər bilir, bir dənə uşaq tez düşdü qabağımcan, 5 yaşında olan uşaq. Gətdi qəşəng pulla evin içərisinə. Bir balaca bir xərclik deyərlər, xərclik verdim. Çox gözəl insandılar, çox gözəl. Küçədən der həqiqət bu məhəlləyə ki varid olursan, bu küçədən varid olur. Buranın biraz tappası bir balaca bizə zor oldu. Hətta ranəndə hələ tapanmırdı. Sonra zəh vurdıq otel sahibine ki göstərdiyim kimi. Oraya biraz yol uzadı dedilər, gəldik. Burada əsli xiyabandır, yəni der həqiqət əsli xiyabandan 500 metrdə də, yəni bir dəqiqədən az. Buranındakı taksiləri bu balaca 3 çəxlilər, seçərxə ki deyərdik biz, bu seçərxələrdir. Hər tərəf doludur bu cür seçərxə ilə. Attım başı, yəni 5-10 dana gəlir, gedir. Su qırağdakı, bax taksibarcan bir dənə motorsaykildən istifadə edirlər, 3 təyərli taksibardan yəni. 4 nəfər adam, nə qədər də yük, nə qədər də yer vardı. Bu cürdə motor. Hər kəsin burada motoru vardı. Yəni hər evdə 4-5 dənə motor var.